Qafqaz Universitetinin tələbələri elektrik və günəş enerjisi ilə işləyən 2 maşın hazırlayıblar. EQ adlı layihə universitetin maliyyə dəstəyi ilə təhsil ocağının mexanika mühəndisliyi laboratoriyasında həyata keçirilib. Avtomobillər universitetin əməkdaşı Samir Nağıyevin rəhbərliyi ilə 24 tələbənin birgə zəhməti nəticəsində ərsəyə gəlib. Maşınları hazırlamaqda məqsəd isə sadədir. Müasir texnologiyanın üstünlüklərindən istifadə etməklə cəmiyyətə ekoloji təmiz nəqliyyat vasitələri təqdim etmək. Təqdimat mərasimində çıxış edənlər də Azərbaycanda bir ilk olan bu layihənin davamlı olmasını diqqət çəkiblər. Layihə iştirakçıları sertifikatlarla mükafatlandırılıb. EQR adlı idman maşını bənzərsiz dizaynı ilə seçilir. Avtomobil 11 kW gücündə litium-ion batareya ilə təchiz olunub ki, bu da avtomobilə saatda 100 km sürətə 6 saniyə yığmağa imkan verir. Gördüğünüz bu avtomobil ise idman üslubunda yığılmış elektrik maşınıdır. Bu maşın saatda 165 km sürət yığa bilir. Maşının getmə prinsipi batareya və motorlardan ibarətdir. Eyni şəkildə motorlar təkərlərinin içindədir. Hər bir təkərin içində ayrı-ayrı motorlar var. Bu da sizə motorların xarab olma ehtimalında 4 dənə motordan 3 dənəsi xarab olsa tək motorla getməyinizə kömək edir. Maşın açarla deyil, kartla işləyir. Yəni kartı oxutduğunuzda maşın artıq işlək vəziyyətdədir bu saat. Bir daha oxutduğunda isə sönmüş vəziyyətə gəlir. Qabaq faraları və arxaya və önə deyə 2 dənə skorusdan ibarətdir. Bir də neytralımız var. Rulovoy sistemimizdə ekranın sürətini və kilometrajı burada göstəririk. Maşının kapot hissəsi karbon fiberdan düzəldilib, bir metaldan 2-3 dəfə daha güclüdür. Yəni bunun əvəzinə kapot qoysaq 110 kiloya dayanırsa, bu kapot 260 kiloya dayana bilir. Digər maşın isə EQT adlanır. Üzərindəki günəş panelləri ilə işləyən bu avtomobil 8 nəfərlikdir. Onun maksimal sürəti isə saatda 60 km-dir. Gördüyünüz kimi maşın rahatlıqla hərəkət edir və onunla istənilən məsafəyə getmək mümkün olacaq. EQ komandası bir sıra üstün cəhətləri ilə seçilən bu maşınları müxtəlif beynəlxalq müsabiqələrə təqdim etmək və gələcəkdə avtomobillərin istehsalını artırmaq niyyətindədir. Xanım Nağıyeva, Şakir Qurbanov, Hümbət Məmmədov, Azərtac.